Salam hörmətli izləyicilər, əziz biologiya sevərlər. Sizinlə 7-ci sinif yeni dərslik əsasında yazılmış DİM toplusundan bitkilərdə çoxalma mövzusundan C variantının izahı ilə qarşınızdayıq. İzah başlamamızdan ilk öncə bu cür videoların davamı olmasını istəyirsinizsə, kanalımıza dəstək məqsədi ilə abunə olmağı və bəyənməyi unutmayın. Birinci sualımızda nə soruşur? Eyler Venn diaqramına uyğun mədlər müəyyən. Günə baxan toxumu, inci çiçəyi toxumu. İlk olaraq günə baxan toxumuna aid xüsusiyyətləri silsək, toxumun 2 ləpə yarpağı olması, bir də ehtiyat qida maddələri, ehtiyat qida maddələri 2 ləpəli olmasıdır. Sonra buna aiddir. Sonra ehtiyat qida maddələri endospermdə toplanır. Bu inci çiçəyinə aiddir. İnci çiçəyi bir ləpəlilərə aiddir. Bir ləpələrdə də yadınıza saxlayın ki, ehtiyat qida maddəsi bunun endospermdə toplanır. Rüşeyin bir ləpə yarpağı olur. Bu da inci çiçəyinə aiddir. Rüşeyma malikdir. Hər ikisinə aiddir. Bir də xarici toxum qabığına örtülmüşdür. Bu da hər ikisinə aiddir. Bu da B variantına uyğun gəlir. İkinci sualda seç X-i müəyyən edin. Deməli, çiçəkli bitkilərdə 2 qat mayalanma burada gedir. İçərisində rüşeym hissəsi inkişaf edir. Örtük hissəsindən toxum qabığı əmələ gəlir. Söhbət burada sözsüz ki, yumurtacıqdan gedəcəkdir. Tozlanma erkək və dişi qametlərin birləşməsi prosesidir. Xeyr. Mayalanma prosesi erkək toxucunun dişici yağıcığına düşməsi prosesidir. C. Şəkildə verilən diaqrama uyğun gələn çiçək düsturunu göstərin. Burada diqqətlə baxsaq 1, 2, 3, 4, 5. Deməli, kasa yarpaqları 5-dir. Ləçəklər də 1, 2, 3, 4, 5. Ləçəklər də 5-dir. Dişiciyi gördüyünüz sayı 12-dən çoxdursa sonsuzdur. Erkəkciyin sayı gördüyünüz kimi 12-dən çoxdursa biz nə edirdik? Sonsuzluq işarəsi qoyurduq. Dişici isə 1 dənədir. Bu da Y variantına uyğun gəlmiş olacaqdır. 5-ci sualımızda deyir ki, hansı ifadə doğru deyil? Demək, tozcuq borusunun deyir, öndə generativ, ardında vegetativ nüvə hərəkət edir. Bu yanlışdır. Nəyə görə? Çünki tozcuq borusu vegetativ nüvə inkişaf edərək tozcuq borusuna başlanğıc verir, tozcuq borusu yaradır və generativ nüvə isə həmin tozcuq borusunun içərisi ilə hərəkət edir. Verilmiş sözlərə uyğun ardıcıllığın istifadə mətnini tamamlayın. Mətni tamamlayın. İndi birinci deyir, çiçəkli bitkilərin cinsiyyətli çoxalması üçün tozlanmadan sonra mayalanma baş verməlidir. Mayalanma zamanı bitkidə erkək və dişi cinsi hüceyrələr nüvələri birləşir. Bu birləşmə nəticəsində yaranan ziqotun nüvəsi hər iki qametin irsi məlumatını özündə birləşdirir. Ziqotun inkişafı nəticəsində bitki çox hüceyrəli rüşeym əmələ gəlir. Bu da D variantına uyğun gəlmiş olacaqdır. İndi hansı ifadə doğrudur? Toxum cücərərkən əvvəlcə qabığı, sonra toxum şişir. Bu yanlışdır. Şişib sonra qabığı çatlayır. Rüşeym gövdəciyi adətən rüşeym köçüyünün əvvəl xaricə çıxır. Bu da yanlışdır. Rüşeym tomurcuğun toxumun ləpələrində inkişaf edir. Bu da yanlışdır. Yaşıl yarpaqlar əmələ gələnə kimi cücərməkdə olan toxum heterotrof yolla qidalanır. Bu düzgündür, çünki cücərməkdə olan toxumda olan ehtiyat qida maddəsi hesabına qidalanmış olur. 8-ə dişici haqqında doğru olmayan ifadəni müəyyən edin. Bax, Y variantına diqqətlə baxsaq, deyir, çiçəyin vegetativ hissəsidir. Xeyr, generativ hissəsidir dişici, erkəkci. Ona görə də doğru olmayan ifadə ilə Y variantına verilibdir. Calaq nədir? Calaq ümumiyyətlə yadınıza saxlayın, bitkinin zoğ və ya tomurcuğun başqa bitki üzərinə köçürüb birləşdirilməsi prosesidir. Bu da C variantında verilmişdir.
10-cu sualımızda deyir ki, hansı bitki yetişmiş meyvələri, toxumları seriklə birlikdə meyvədən kənara atılır? Seriklə birlikdə meyvənin ixtiyari bitkisidir. Uyğunluq pozulub. Bax deyir, yumurtacıqdan əmələ gəlib 1. Bəli, toxum yumurtacıqdan əmələ, toxum qabığıdır 2. Xeyr, toxum burada 2 toxum qabığı deyil. Bu yanlışdır elə. Digərlərinə bax, 3 yumurtağın divarından əmələ gəlib. Aha, bəli. 2, 3, 4 meyvə yanlığını təşkil edir. Bəli. Deməli, bu meyvə yanlığının daxili qatıdır. Daşlaşmışdır. Meyvə yanlığına 4 də meyvə yanlığına aiddir. Bəli, düzgündür. Diaqram hansı bəndə plus mənfi işarəsi dəyişdirilməlidir? Birinci baxaq, deyir ki, nə deyir biz? Ehtiyat qida maddə həm toxum ləpəli, həm də kökçük və gövdəcikdə toplanır. Bir də burada dəyişməlidir. Bu düzgündür də. Kökçük gövdəcikdə də toplanmış olur. Burada dəyişmək lazımdır. Rüşem kökçüyünün əsas kök inkişaf edir. Bu düzdür. Toxum zigotdan toxum qabığı, bax bu da yanlışdır. Düzgün işarə olub. Sonra ehtiyat qida endospermdə, bu xeyr, ehtiyat qida maddələri endospermdə toplanmır. Dedik ki, ləpələrində, kökçük gövdəciyində də toplanmış olur. 1 ilə 4, bu da D variantına uyğun gəlir. 13-cü sualımızda deyir ki, əgər tozluqda 10 ana hüceyrəsi olarsa, 10 ana tozluq hüceyrə əmələ gələn mikrosporlardan yaranan vegetativ və maksimum sayılarının cəmi nə qədər ola bilər? Bir dənə ana tozluq hüceyrəsindən 4 dənə hüceyrə yaranır. Tozluq hüceyrəsi, mikrospor yaranır və hər bir hüceyrənin özünündə 2 dənə nüvəsi olur. Yəni bunun hər birinin də 2 dənə nüvəsi olmuş olur. Yəni bir dənə ana tozluq hüceyrəsində vegetativ və genetik maksimum sayının cəmi 8 eləyir bir dənəsində. Onda 100 dənəsində nə qədər olacaq? X-imiz də bərabər olacaq 800-ə. Biz aradan 800-ü tapdım. Bir dənə tozluq hüceyrəsi meyoz prosesi keçirir. 4 dənə mikrospor yaradır və 4 mikrosporunda hər bir mikrosporun 2 dənə nüvəsi var. Biri vegetativ nüvə, generativ nüvə. Ona görə 4'ü vurduq 2'yə, 8 dənə vegetativ və generativ nüvəsi oldu. Bir dənəsindən yarananda. Ona görə 100 dənəsindən də 800 olmuş oldu. Qarğıdalı dən haqqında ifadələr doğrudur. Toxum qabığı meyvə yanlığı ilə sıx bitişmişdir. 1. Ləpələr ehtiyat endosperm rüşeyinə keçməsinə təmin edir. Bir də toxum rüşeyimi bir ləpəlidir. 15-ci sualımızda nə soruşur? Deməli, X-i müəyyən edin. Buynuz meyvə, paxla meyvə. Oxşarını, xüsusiyyətini keçəcək. Toxumların özü yayır. Bunu yaza bilərik. Açılır və özü yayır. Bir də yayılmasını təmin edən uyğunlaşma bitkini daha uzaq yayılmasını təmin edir. Bir də 5. Yəni uyğun olan, hər ikisinə uyğun gələn 3 ilə 5-dir. Sonra 16-cı sualımızda nə soruşur? Doğru ifadələri müəyyən edin. Göz calağı, calaq altı T şəklində kəsik aparılır. Bəli, bu düzdür. Sonra yarma calaqda calaq altı calaq altına bir neçə calaq üstü yerləşdirmək olar. Bu da düzdür. Bir də sadə calaq altı ilə calaq üstü yoğunluğu eyni olur. Bir də bu da düzdür. Doğru ifadələr 1, 3, bir də 5 aiddir. 17-ci sualımızda nə soruşur? Uyğunluğu müəyyən edin. Tozluq borusunun formalaşması mikrospordan əmələ gəlir. A. Sonra vegetativ və generativ nüvələrə malikdir. Tozluğun formalaşmasında tozluqdan. Sonra bir də D. Generativ nüvə bölünər 2 erkək qamet spermini əmələ gətirmiş olur.
Lüşeym kisəsinin formalaşması. Lüşeym kisəsi yumurtalıq formalaşmasıdır. Yəni yumurta hüceyrə formalaşır burada. Ana hüceyrənin bölünməsinə 4 megasporun birindən lüşeym kisəsi əmələ gəlir. Bir də Y. 18. Biofilm bitkisi vegetativ yolla necə çoxalır? Yadınıza saxlayın ki, biofilm bitkisinin yarpaqlarının kənarlarında çoxlu tomurcuqlar əmələ gəlir. Bu yarpaqlara azacıq toxunsa tomurcuqlar tökülür və ondan yeni bitki inkişaf etmiş olur. Sonra bizdən nəyi soruşur? 19. sayımızda çilikdən çoxalma, yeni bitki yeraltı zoğların genişlənməsinə əmələ gəlmiş yumurtadan inkişaf edir. Bu çilikdən çoxalmada bu ola bilməz. Bu yanlışdır. Bir də bir bitkinin yerüstü hissəsinin kökümsağın üzərində tomurcuqdan inkişaf edir. Bu yanlış qoyub düzdür. Begonia, uzunbar bənövşə bu yolla çoxalır. Çeliklə. Ola bilər gövdə yarpaq çeliyindən çoxala bilər. Kök, gövdə və yarpağın çoxalmada istifadə olunan kiçik hissəsidir. Bəli, bu düzgündür, amma burada mənfi işarəsi qoyulub. Deməli, düzəlməlidir 1 ilə 4. Çiyələyin meyvəsinin quruluşuna hansı xüsusiyyətlər var? Yadınıza saxlayın ki, çiyələyin meyvəsi mürəkkəb yığma meyvədir və bir çiçəyində çoxlu sayda sərbəst dişicik yumurtalığından əmələ gəlir və hər yumurtalıqda da bir yumurtacıq olur. Çiyələyin meyvəsi ümumiyyətlə yalançı meyvədir. Meyvənin lətli hissəsi var, o yumurtalıqdan yox, çiçək yatağından əmələ gəlmiş olur. Onun üzərində gördüyümüz xırda hissələr isə, kiçik meyvələr isə onun meyvələri, əsl meyvələri hesab olunur. Bu qədər, diqqətinizə görə sağ olun, bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.